Döyüş vaxtı istəkan belindən necə istifadə olur? İstəkan belindən, yəni hücum zamanı ayaqdır, bədən və baş. Yəni ki, istəkan belinə qabaqda durdursa, hücum üçündür. Lakin əksinə durursa, bədəni qorumaq üçün və istəkan belini əlindən almamaq üçün durur. Məsəl üçün, rəqibimiz boydan uca ola bilər. Bu zaman, hücum zamanı ən birinci ayaq, bədən, sonra baş. Yəni ki, bu qaydada. Bu da, bəli, bu da çox mükəmməl olur. Yəni ki, ayaq sümüyünü itdirsə, istəkan beli birisi it olur. Bəli, çox ağrı verir və düşməni zərərsizləşdirir. Bu qaydada. Lakin, elə adam var ki, hücum zamanı, məsəl üçün, başından yuxarı getir, hücum zamanı bu qaydada gəlir. Bu qaydada olmaq daha qorxur. Nəyə görə qorxur? Əgər qıraqdan çəkildinsə, bu sənə hücum edəcək. Lakin bunun ölü bölgəsinə getirsə, yəni bu qaydada girdinsə, bunu papatkadan, birdən qorunma prosesi baş verir. Başım olur. Bax, bu qaydada girirsən. Məsəl işləyirsən, vur. Bu qaydada girirsən. Nəyə görə girirsən? Yəni ki, uzana gətir. Bu qaydaya girdinsə, bunun bu hissə götürülür və bu əl sifata dəyir. Yəni ki, əlin içində. Gəl. Belə. Burada isə qol götürülür. Çünki əllə möhkəm zərbə vurursan. Zərbə vurduqda, xayya da vura bilərsən və qolla apara da bilərsən. Əgər sənin üçün daha ağırdısa, bu qaydada edə bilərsən. Bu qaydada. Bu qaydada tək sifəti vurmaqla yox. Əgər rəqib daha güclüsə, bu əli budandan göstərirsə, əliniz var, barmağınız var. Bunun gözünə əlləriniz basaraq, Bayralar. bu qaydada elə bir. Başlaşdınız. Yəni bu qaydada olur. Bir də üstümə gəl. Bu qaydada. Başlaşdınız. Yəni ki, əlin içindən bu qaydada vurur. Digər üsulda. Belə bir. Digər üsulda. Eyni qaydada. Lapatka ilə lapatkaya vurur. Yəni ki, bir də gəl. Başa düşdünüz? Yəni burada sifətə doğru getmirsən. Ələ doğru, gəl. Möhkəm vurandan sonra və buradan da ya xıttaya, ya gidəcək nahiyə vurursan. Bu qaydada. Gidəcək. 1, 2. Gidəcək. 1, 2. Və yaxud 2 eləməyinə ikisine 1 saniyədə edirsən. Gəl. 1 və aparsan. Yəni ki, belə gətirmirsən. Bura vurdunsa, buradan da aparsan bura. Başa düşdünüz, bir də gəl. 1, bu qaydada. Digər üsul var. Məsəl üçün silahla. Gəl. Silahla məsəl üçün. Silahda güllə qutarıbsa, silahda mərmi qutarıbsa, güllə qutarıbsa, belə hücum edir. Yəni ki, silahın ucunda süngü bıçaq olur. Bundan hücum edir. Hücum zamanı. Yəni bunun özündə də qəşəng üsulları var. Yəni hücum edir, yəni ki, düşməni məhv etmək üçün. Hücum edir. Gəl. 1. Başa düşdünüz, gəl. Hücum edir. Yəni ki, bu əli yaddan çıxartmırsınız. Bu qabaqda olur. Keçdi, hücum edərsiniz. Və yaxud, gəl. Keçdi, avtomata keçirsiniz. Və yaxud, gəl. Keçdi, həm əllə qoruyursunuz, həm ayaqla. Yəni ki, bu təpik də vura bilər. Yəni ki, ayaqla da vura bilər. Gəl, ayaqla vur. 1, ayağınızı qorudunuz, əl də var. Əllə apardınız və hücuma başlayırsınız. Anladınız, gəl. Keçdiniz. Başa düşdünüz. Bunun digər üsulu da var. Gəl. Bu üsulda. Yəni ki, lapatkanı belə yox, belə tutdunuz. Gəl. Keçdi və bu hissəni ya belə vurursunuz və yaxud 1, 2. Aydındır, gəl. Keçdi, 1, 2. Bu qaydada. Silahdan isə hücum zamanı.
Vurandan sonra silahın diğer üsulü var. Vurdunuz, çəktiniz. Başa düşdünüz? Devam. Vurdunuz, çəktiniz ve bu qaydada. Silah. Lapatkanın aşağı hissədən də hücumu var. Qoyun bura. Aşağı hissədən, yəni bu hissədən, belə gəlmək var. Yəni ki, insan psixologiyasında belə bir şey var. Bir var, belə gəldik, digər üstüne varsa ayağına vurursun. Üstüme gəlir. Bu qaydada gəldisə, mənim ayağıma, yəni ki, ayaq sustavlarına, ayaq dizimə və ya buduma və ya qoluma, barmaqlarıma da deyil, zərərsizləşdirib məni zəbt edirlər. Yəni məhv edirlər. Gəl. Eyni qaydada keçirsiniz. Necə yuxarıdan gəlirsə, göstərmə. Yəni ki, lapatkadan qaçdırsa, silahdan qaçdırsa, səni zərər verəcək. Amma bu üsulla sən onu zərərsizləşdirirsən. Gəl bir də. Nəyə görə tutursan bunu? Bu çünki lapatkanı qaytara bilər əlinlə. Başa düşdünüz? Gəl üstümə, indi lapatkanı qaytarasın. Bax, qaytarmaq istəyir, düzdür? Qaytarmaq istəyir. Amma imkan vermirsən. Çünki sənin əlin sənin üçün silahdır. Tutursan ki, lapatka getirəsən. Abratla qaytar, yəni ki, yenidən qaytarıb vurmasan. Və bu əllə məhv edirsən. Başa düşdünüz? Digər üsulda isə həmən kimi lapatkanı keçdim. Sadəcə buna bir dənə reaksiya və effekt lazım. Bir də cəhdlik, örgənmək. Necə turnikdə vərdiş edirsən, bunu elə. Gəl. Bu qaydada. Başa düşdünüz? Sizin lapatkanız yanınızda saxlayın. Sizin üçün ən mühüm silahlardan biridir. Gəl. Başa düşdünüz uşaqlar.